torpaqda qurdalanmaqdansa gül kimi təklifimi dəyərləndir. Ağ günə çıx. Saadət quşum özü gəlib qolum təpənə. Gedi adına bir şirkət aça. Mən işlədim. Sən də ağ günə çıx da. Hı? Ey yekə kişisən. Mən boyda dam ayağına gəlmişəm. Bir dənə bu etibarnaməyə imza at. Qalanı mənlidir. Xeyli pul qazanacaqsan. Görmədiyin günü görəcəksən. Gül kimi təklifdir də. Bir dənə adına layiq imza lazımdır. Gerisi ilə işin olmasın. Gecən xeyrəm. Dövlət Vergi Xidməti vətəndaşları sahibkarlıq fəaliyyəti üzrə səlahiyyətlərini üçüncü şəxslərə həvalə edərkən diqqətli olmağa və özlərinə aid elektron imzadan digər şəxslərin istifadəsinə şərait yaratmamağa çağırır.